videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Milli qəhrəman Hökümə Əliyevanı təhqir edən qadın həbs edilib. Modern Azın əldə etdiyi məlumata görə, ötən həftə Həsənova adlı qadın sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökümə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb. Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik təhqiramiz ifadələr işlədib. A. Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib. O, İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs qərarı verilib. Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Hökümə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülür.